Herkese salam, kanalıma xoş gəlmisiniz. Bu vlog çox faydalıdır. Tövsiyə edirəm ki, sona qədər baxasınız. Çünki getdiyim kriolipolis proseduru haqqında məhz Aysel xanımla tam ətraflı şəkildə danışdıq ki, siz də biləsiniz ki, bu prosedur nə işə yarayır. Bütün suallarınıza cavabını tapacaqsınız. Və burada gördüyünüz kimi rəfiqəmlə görüşmüşdük, amma bu şirinyatlarını nə ponçiki, nə San Sebastian'ı yeməmişdim. Sadəcə orada gördüyünüz o kiçik kurabiyəni yedim, o da dietik idi. Bu isə növbəti günlərdən işdə acımışdım və belə bir sütlü şokolad aldım. Boş vaxtımda kitab oxuyuram işdə. Çox maraqlı belə bir kitabdır. Bequşi Zavetram və təbii ki işdən çıxıb yazılmışdım Aysel xanımın yanına kriolipolizə və bu artıq mənim ikinci prosedurumdur. İrəlidə isə dediyim kimi kriolipolis proseduru haqqında tam ətraflı şəkildə məlumat alacaqsınız. Aysel xanım, salam. Bu mənim artıq ikinci prosedurumdur. İlkin nəticədən razı qaldım. İstərdim ki, siz izləyicilərimə bu prosedur haqqında mənfi və müsbət fikirlərinizi bildirərsiniz. Kriolipolis prosedurları bir çox yerlərdə olunur, bunu bilirsiniz. Bir çox mərkəzlərdə var, amma kriyonun düzgün olunması mütləq şəkildə önəmlidir. Çünki kriolipolis proseduru düzgün olmadıqda, istər vaxtı olsun, istər orada istifadə olunan salfetkalar olsun və istərsə də ki, mənfi 12-yə qədər temperatur var da, mənfi temperaturun düzgün qoyulması olsun, bu çox önəmli bir nüansdır. Çünki bir çox mərkəzlərimizdə təəssüflər olsun ki, kriolipolis proseduru 15-20 dəqiqə tətbiq olunur, amma protokol üzrə, bu cihazların zavoddan gələn protokolları üzrə prosedurda piylərin parçalanması olur 30-cu dəqiqədən sonra. Amma 15-20 dəqiqə artıq prosedur olunsa, burada nəticədən söhbət gedə bilməz. Bizdə prosedurlar minimum 1 saat, sizdən də bilirsiniz, maksimum 2 saatda oluna bilir. Burada qiymətli heç bir dəyişiklik olmur. Bizim üçün önəmli olan nəticəmizin olmasıdır. İkinci halda kriolipolis prosedurları zamanı önəm vermək lazımdır salfetkalara. Orada istifadə olunan salfetkaların tərkibi çox mütləq şəkildə önəmlidir. Nəyə görə? Bəzən olur ki, salfetkaları adi mayedə isladıb qoyurlar. Bu da həm antisanitariyadır belə baxanda, pasientdən pasientə dəyişməlidir və tərkibində gliserin və antifriz olmalıdır. Gliserin dərini yanmadan, antifriz dərini donmadan qoruyur, çünki mənfi temperaturlar verilir. Üçüncü ən böyük nüans da odur ki, kriolipolizlər bərk qeyd etdiyim kimi temperaturuna görə fərq edirlər. Mənfi 11, mənfi 12 dərəcə ən ideal temperaturdur. Mənfi 8 dərəcədə nəticə almaq o qədər mümkün deyil. Mənfi 18 dərəcə var, bir də mənfi 18 dərəcə sağlamlığa ciddi şəkildə fəsad verən bir dərəcədir. Ki, bir çox mərkəzlərdə altdan da olsa mənfi 18-i istifadə edirlər, amma bu düzgün deyil. Çünki bildiyiniz ən böyük fəsadlardan birinə mənfi 18 dərəcəyə qədər olan temperatur verir. Ən ideal temperatur mənfi 11-dir, mənfi 12-dir. Prosedurdan sonra nəticənin effektivliyini artıran ən önəmli gedişat belə olmalıdır ki, qidalanmamıza fikir veririk, siz zaten buna fikir verirsiniz. Sizin üçün xüsusi bir minnətdarlıq təşəkkür edirəm. Nəticənizin olmasının 50% bizdən asılıdırsa, 50% sizin özünüzdən asılıdır. Qidalanma önəmlidir. Ondan sonraki olan sağlam həyat tərzindən keçid önəmlidir. Çünki insanlar bəzən elə başa düşür ki, prosedura getdi və sehirli bir çubuqdur, liposaksiya əməliyyatı kimi, abdominoplastik əməliyyatı kimi nəticələr olacaq. Əgər elə olsaydı, hamı gələrdi bu prosedurlara, bunlar götürərdi, yəni niyə əməliyyat olunurdu? Bu prosedurları kombinə şəklində işlədiyimiz zaman bəli, əməliyyatın effektini verir. Kombinə nə deməkdir? Siz qidalanmanıza fikir verirsiniz, düzdür, sağlam qidalanırsınız ən azından. Ya məşq edirsiniz, ya idmana gedirsiniz, ya kardionuzu edirsiniz və ya da ki 1 saatlıq, 2 saatlıq yürüyüş edirsiniz. Bunun özü nəticəyə çox böyük effekti var. Metabolizmi sürətləndirir prosedur. Siz bir ayda 2 kilo, 3 kilo çəki itirirsinizsə, normal həyat tərzində bu prosedur olunduğu zaman metabolizma aktiv şəkildə sürətləndiyinə görə siz bir ayda 3 kilo yox, 8 kilo, 9 kilo çəki itirə bilirsiniz. Bununla paraleldə qoyulan hansı ki bölgələr qoyulubsa, həmin bölgədə həm yığılma olur, həm də incəlmə olur. Ona görə kriolipolis proseduru həm bölgesel incəlmə proseduru hesab olunur, həm də artıq şəkildən sürətli şəkildə itirmə proseduru. Sizin bir də prosedurunuzun effektivliyini yüksəldən, artıran, buna təkrar verən cihazların biri də bizdə termoyorğan proseduru deyilir. Termoyorğan proseduru da sırf bədənin ödəmə atır, toksinləri bədəndən çıxardır və kriyon effektivliyini daha da sürətləndirir. Çox gözəl. Həqiqətən razı qalmışam prosedurdan. Həm sizdən, həm buradan, yəni həm prosedurdan. Xoş.
Yəni mən ümumiyyətlə həm çox gəzməyi sevən biriyəm, həm də ki diyetmə fikir verirdim, amma kriodan sonra effekti 2 qat elə bir artdı. Heç bir fəsadlığını görməmişəm. Əksinə müsbət tərəflərini görürəm, nəinki mənfi. Mənfi heç bir reaksiya yoxdur. Mənfi olmaması ona görədir ki, çox uzun istəyirəm. Prosedurun öncə mütləq şəkildə konsultasiya olunmalıdır. Bir çox yerlərdə gedirik, konsultasiya olunmamış prosedura test götürüb pasiyentə salırlar və əslində düzgün deyil. Çünki istər kriolikoz olsun, istər kavitasiyalar, adi G8, G10 vibromasajlar etsək belə, adi vibromasajdır. Bunlarda belə pasiyentlər üçün konsultasiya önəmlidir. Çünki biz konsultasiya zamanı bilirik ki, pasiyentin böyrəyində daş varmı, ödündə daş varmı, xronik kanser və ciddi xəstəliyi varmı, onkoloji xəstəlikləri qəti şəkildə olmaz, süd verən anadırmı, olmazmı? Mən süd verən analara prosedur olunan yerlər çox görmüşəm, misal şəkildə buna. Ona görə ilkin konsultasiya mütləq şəkildə önəmlidir. Konsultasiyadan keçəndən sonra bəli, heç bir fəsad əks təsir olmur. Bir də ki, sizə bir minnətdarlığımı da bildirmək istəyirəm. Çox operativ işləyirsiniz. Yəni, mən yazıram, sualıma sırası cavab verirsiniz ki, bu çox xoş haldır. Yəni, elə olur ki, saatlarla gözləyirik. Məsələn, hansı bir prosedura gedirik və ya gəlirik, o enerjini ala bilmirik, yenə getmək istəmirik. Amma mən bura gələndə, həqiqətən də gəldikcə gəlmək istəyirəm və davamlı olaraq gələcəm və izləyicilərimlə buranı inşallah ki, tövsiyə edirəm. Ona görə də həm qeyd edim ki, reklam deyil qətiyyən. Çünki mən reklam hələ götürmürəm. Reklam deyil, tam səmimi qəlbdən sizi tövsiyə edirəm izləyicilərimə. İnşallah ki, onlar da istəsələr gələrlər, yaxınlaşarlar. İnşallah hər kəsə gözəlliklər, sizə də həmçinin prosedurunuzu davam etdikcə zaten nəticəndə özünüz görəcəksiniz tamamı. Çox sağ olun. Sağ olun sizdən. Sağ olun. Bu prosedur həm də ki metabolizmanı yüksəldir. Mən termoyorğana da yazılmışam. Ödəmdir, şişkinlikdir falan aradan gedir. Həm də ki əlavə selülitləriniz varsa, o da tamamilə gedir. Mən sizə tövsiyə edirəm, həqiqətən bu prosedura yazılın. Təbii ki, prosedurları eləyirsiniz, amma əlavə olaraq da diyet də saxlamaq lazımdır. Düzgün qidalanmaq, çoxlu hərəkət eləmək lazımdır, bol-bol su içmək lazımdır. Deməli, marketdə nələr almışdım falan əslində göstərmişəm. Sadəcə market alış-verişini özümdə çox sevirəm deyə. Gəlin bir yerdə unpacking eləyək. Deməli, kaxa aldım. Bunu da əslində göstərmədim. Diyetdəyim, ona görə kaxa alıram. Ondan sonra un aldım. Risova mukadır. Ris nə idi? Yadımdan çıxdı. Məncə siz başa düşərsiniz. В общем, bu diyetik undur. Daha sonra kəsmik 3% bu diyetikdir. Önəmlidir. Kəsmikdə diyetik olmalıdır. Daha sonra Sezar sosu aldım. Kakras endirindəydik. Bilmirəm ləzzəti necədir, amma Sezar sosunu çox bəyənirəm. Məncə bişirəcəyim yeməklərlə bu sos çox ləzzətli olacaq. Sonra lavaş. Mən ümumiyyətlə diyetdə olanda, lavaşı yeyəndə tez arıqlayım. Bu arada 6 kilo arıqlamışam. Ona görə dedim sizlərlə də davamlı bölüşün. Bir də burada gördüyünüz kimi yumurta. Ümumilikdə isə bu qədər tutdu. Deməli, bu kəsmikdir. 2 dənə lavaş eləyirəm. Birini səhər, birini günorta yeyəcəm. Və üzərindən Sezar sosunu belə qəşəng əlavə eləyirəm. Bu arada dadlı Sezar sosudur, bəyəndim. Dadına biraz baxdım. Belə əlavə elədim. Qəşəng bol-bol kaxı hər birinə. Yekun nəticə 2 dənə yumurta buradadır. 2 dənə də yumurta buradadır. Yəni eyni qaydada. Məncə burada biraz daha çox aldı. Bunu günorta yeyərəm, bunu da səhər. Nəysə belə bir sabah, səhər və günorta yeməyim olacaq. Canım çox çəkdi deyə bunu sabah mütləq ikisini də səhər və günorta yeyəcəm. Axşam yemirəm sözün düzü. Heç canım da çəkmir. Ona görə belə. Günə deməli bol-bol su içirəm. Bu da mənim 1 litr yarımlıq su qabımdır. Gün ərzində əslində su tükətmək çox vacib bir məqamdır. Nəinki arıqlayanda, ümumiyyətlə bütün zamanlarda, yəni. Kim nə deyir desin, arıqladığımız zaman yediyimiz yeməklərdən çox şey asılıdır və hər şey individualdır. Biz hamımız öz orqanizmimizi daha yaxşı tanıyırıq. Məsəl üçün mən səhər və günorta yeyirəm, axşam yeməyini yemirəm və bu məni narahat eləmir. Gün ərzində arada nəsə canım çəkəndə baxın belə bir snack şirniyyatı var, onu alıram, yeyirəm və kalorisi də çox da deyil.
Deməli, mən gördüyünüz kimi hal-hazırda Elmlər metrosunu çəkirəm. Həmin günü sifarişlərim var idi və Elmlər metrosundan götürəndə pulsuz olur. Əlavə ödəniş eləməmək üçün 5 manat dedim gəlim. Koreya məhsullu sifarişlərimi götürməyə gəlmişəm. Hər dəfə bura gələndə Bakı dövləti görəndə bakalavr vaxtlarım yadıma düşür. Hələ bu rebus buradan gəlirdi, hər dəfə kserokopiya eləyirdik, dəftər kitab alırdıq. Çox maraqlı idi. Gəlin indi sizə nələr sifariş elədim göstərim. Deməli, belə bir üz yuma köpüyü aldım. Daha sonra belə bir nəmləndirici krem aldım. Bunu çox bəyəndim, tövsiyə edirəm. Və ən əsası məndə bitmişdi SPF krem. Ondan da aldım Centella markasından. Sağ olsunlar, bu serumu da hədiyyə qoyublar. İstifadə eləyəcəm, bəyənsəm sifariş eləyərəm. Hava çox soyuqdur. Bugün rəfiqəmlə də görüşməliydik. Həm də dedim ki, görüşmüşkən sifarişlərdə də götürür. Belə elmlərdə gəzək. Sifarişlərimi götürəndən sonra isə rəfiqəmlə görüşdük və belə bir məkana gəldik. Məkan olduqca gözəl, interyeri xoş idi və yeməkləri isə çox ləzzətli idi və fərqli idi. Mən özümə təbii ki, diyetdə olduğum üçün belə bir dietik krep götürdüm. Gördüyünüz moruqlu, çox ləzzətli idi, həm də yüngül idi və nə qədər bol-bol yedim ondan, doydum. Daha sonra çoxlu danışdıq, söhbətləşdik, raf aldıq. Biraz da oturduq və ödənişi də elədik, evə qayıtdıq. Ödəniş isə bu qədər tutdu. Salam, sabahınız xeyir. Deməli, dietik yemək bişirirəm. Burada kəsmikdir. Baxın, 3% dietik, 2 dənə yumurtadır və biraz un əlavə eləyəcəm. Bunları isə tavada qızardacağam. Yanında isə baxacağam, nə qoya bilərəm. Belə. Deməli, buna baxın, mən inana bilməzdim ki, belə yaxşı alınsın. Nə tavaya yapışmadı, nə də heç bir şey. Görün, bunu çevirmək olar. Oy. Neyse, mən bunu çevirim. Baxın, necə də gözəl alındı. Elə bir bu məndə olacaq çörək əvəzi. Burada sadəcə nə var? 3 qaşıq risovoy un, 180 qram tvorog, kəsmik, yəni şirin olan yox, adi, dietik 3% olandan və 2 dənə yumurta. Belə 2 dənə lipyoşka alınır, hətta bunu pizza kimi də olar eləmək. Baxın, nəticəsi çox gözəldir. Bu çox dietikdir, yəni bunu yeyib kökəlməyəcəksiniz, çünki tərkibi çox yaxşıdır və tavanın belə qapağını bağlayırıq və davam edirik bişirməyə. Elə göstərim sizə, çox qəşəng alındı. Bura kaxa əlavə elədim, bir də ağ pendir. Bu mənim səhər yeməyim olacaq. Mütləq tövsiyə edirəm, dadı da gözəldir məncə. Bu isə növbəti günü səhər yeməyim, çox ləzzətli idi. Kəsmikdən hazırlamışdım. İşdə isə belə bir maraqlı dietik bir şeylər aldım. Azca da satılırdı və bu da mənim günorta yeməyim. Bu da çox ləzzətli idi. Ümid edirəm ki, bu video sizə çox maraqlı gələr və mən çoxlu sizə belə kontentləri çəkməyə davam edərəm. Bu videoluqda bu qədərlik olsun. İnşallah ki, növbəti videolarda görüşənədək hələlik.